بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، وصلى الله على نبينا محمد وعلى آله وأصحابه أجمعين. أما بعد. Hemşeki kimi her şeyden önce hamdolsun alemleri Rabbi olan Allah'a ve Allah'ın selamı olsun bütün peygamberlere, onların sonuncusu olan Muhammed sallallahu aleyhi ve selleme. Aziz kardeşlerim, aziz dinleyiciler, bugünleri Allah'ın izniyle haddinden artık çok mühim olan bir mevzunu hem özüme hem de bu dersi dinleyenlere hatırlatmak isterim. Uca Rabbimizden isterim ki Allah Subhanahu ve Teala hatırlatmak istediğim bu mevzunu bizler için faydalı etsin. Allah Teala bu hususta buyurur ki: "Ve-zekkir fe-inne zikra tenfe'ul mu'minin." Sen hatırlat, çünkü hatırlatmak müminlere fayda verir. Mevzumuza Allah'ın kitabından bir ayet ile kesit almak isterim. Uca Rabbimiz buyurur ki: "Vakifuhum innehum mes'ulun." Onları dayandırın, çünkü onlar soru sual olacaklar. Subhanallah. Ayet oldukça azametli ayetlerdendir. Bəli, kıyamet günü biz insanlar soru sual olacağıq. Bütün insanların ettikleri onlara arz olacaktır. Allah Subhanahu ve Teala o gün hiç kese zulüm etmeyecektir. Günahkarların kitapları onların ellerine verilecektir. Günahkarlar kitaplarında her bir şey görecekler. Allah korusun. Bakacak Allah ki bu necə bir kitaptır ki ne kiçiği ne büyüğü gözden kaçırmadan, ne kiçik ne büyük gözden kaçmadan her bir şey orada qeyd olunmuştur. Kitaplar onlara verildikdə onlar diyecekler ki: "Ya veyletena ma li hadal kitabi la yughadiru saghiratan ve la kabira illa ahsaha ve vecedu ma amilu hadira ve la yazlimu rabbuka ahada." Onlar diyecekler: "Vay halımıza! Bu necə bir kitap imiş. O ne bir kiçik ne de bir büyük günahı bırakmadan hamısını sahip yazmıştır." Onlar ettikleri emelleri öz karşılarında görecekler. Subhanallah. Hakikaten ayetlere bakanda insan fikirleşir ki ümumiyetle bir meseleni bilmek lazımdır ki Allah Subhanahu ve Teala'nın kelamının fesahatinden, belavetindendir ki bu haberler insana ele gelir ki sanki bunlar baş verip gidip, sanki kıyamet günü olup. Subhanallah. Bu Allah Subhanahu ve Teala'nın kelamının azametindendir. İnsanlar cerge sıra sıra Allah'ın karşısında dayanacaklar. Gelin düşünək ki o gün gelip çatıp. Hiç şüphesiz ki biz bu güne o güne iman etmişik. Her bir Müslüman iman edip ki adı kimi, adından da yüksek şekilde ki bir gün kıyamet günü baş verecektir. Gelin düşünək ki hemen gün sabah olup. Elə bilin ki meseleni biraz yakınlaştırmak için yatmışıq, kalkmışıq, artık kıyamet günüdür. Ve biz de dayanmışıq Allah'ın karşısında sıra sıra. Allah Subhanahu ve Teala insanları sual edir. Niye göre harama baktın? Niye göre gıybet ettin? Niye göre yalan danıştın? Niye göre zulüm ettin? Niye göre yetimin malını yedin? Niye göre? Ne kadar suallar verilecektir. Ve bilmek lazımdır ki o gün bu dünyadaki kimi değil. Hiç kim orada Allah'ın izni olmadan danışmayacak. Allah kime izin verecekse hemen insan danışacak. Danışan adam da doğrunu söyleyecek. Bakın Subhanallah.
Quran-ı Kerimdə bir ayət var. Hansı ki Allah Subhanahu wa Taala bu ayədə xəbər verir. Subhanallah. Bu ayət o qədər əzəmətli ayətlərdəndir ki, həqiqətən səlim olan qəlbləri, o qəlblər ki, günahsız qəlblərdir, Allahı hər zaman xatırlayan qəlblərdir. O qəlblərdə mütləqdir ki, bu ayət o qəlblərə təsir etsin. Əksi olaraq Allah qorusun, bu cür ayətlər oxunduqda insanın qəlbinə təsir etmirsə, Allah qorusun bu haldan. Qəlblər titrəməlidir. Bədənlər lərziyə gəlməlidir. Gözlər yaşarmalıdır bu cür ayətlərdən. Rəbbimiz Subhanahu wa Taala günahkarlar haqqında xəbər verir. Buyurur ki, yu'raful mujrimuna bisimahum feyu'khadu bin nawasi vel aqdam. Günahkarlar simalarından tanınacaq, şəkillərindən və ayaqlarından yaxalanacaqlar. Allah qorusun. Günahkar insanlar üzlərindən, simalarından tanınacaqlar qiyamət günü. Subhanallah. Heç kim bizdən istəməz ki, o halda olsun. Kimsə istəyərmi ki, biz də o cürünə olaq? Allah qorusun. Ona görə nə qədər ki, fürsət diyarındayıq, nə qədər ki, ölüm mələyi bizə gəlib ruhumuzu canımızdan çıxarmayıbsa, vallahi ki, biz fürsət diyarındayıq. Bu günlərdən istifadə etmək lazımdır. Allaha tövbə etmək, Allaha dönmək, Allaha qayıtmaq. Subhanahu wa Taala. Xüsusən də əziz qardaşlarım, biz elə bir aydayıq ki, sayılı günlər qalıb ki, Ramazan ayına Allahın izni ilə. Allahdan dilərəm Allah-u Teala bizləri iman ilə, ihsan ilə Ramazana yetişdirsin. Çalışmaq lazımdır ki, Ramazan ayına daxil olanda günahlardan silinmiş şəkildə, günahlarımız bağışlanmış şəkildə, Allaha tövbə ilə, istiğfar ilə bu ayı qarşılamaq lazımdır. Hətta o ayda faydalanmaq üçün. Bəzən olur ki, günahlar o qədər olur ki, insan üçün subhanallah, nə Ramazan, nə Şaban, nə Şəvval, heç bir ay təsir etmir. Çünki 11 ay günahlar edir, Allah qorusun insan. Məhəl qoymur günahın böyüklüyünə, kiçikliyinə. Ramazan ayında da onun üçün nədir? Az bir fayda olur. Nəsəlullahə əs-səlamətə və l-afiyyə. Allahdan salamatçılıq və afiyət diləyirik. Qiyamət günü biz soru-sual olacaq. Allah Subhanahu wa Taala bizləri ağır yük sahibləri adlandırıb. Uca Rəbbimiz buyurur ki, sənəfruğu ləkum əyyuhəs-səqalən. Ey ağır yükü olan insan və cin tayfası. Allahu Akbar. Ey ağır yükü olan insan və cin tayfası. Tezliklə ancaq sizinlə məşğul olacağıq. Allah qorusun. Allah qorusun. Vallahi biraz önce dediğim kimi nə qədər ki fürsət diyarındayıq, nə qədər ki biz bu dünyadan köçüb getməmişik, o gün peşmançılıq olacaq. Həmin günün peşmançılığı fayda verməyəcək. Allaha dönmək, Allaha tövbə etmək, Allahdan bağışlama diləmək, günahlardan uzaq durmaq lazımdır. Günahlar insanların həyatlarını məhv edir, həyatlarını qaraldır. Allahu Akbar. Həqiqətən günahkar olan insanlar çox əsəbi olurlar. Həmişə əsəb içərisində olan insanlar davamiyyətli şəkildə. O insanlar günahkar insanlardır. Siz fikir verin, subhanallah, işarələr var imiş ki, elm əhlinin yanında, şübhəsiz ki bunlar, bu məsələləri alimlər bilirlər, elm əhli bilirlər ki, bəzi işarələr var imiş ki, onlarla bilinirmiş ki, insanların nədir? Günahkar olmaqları. Misal üçün biraz önce dediyim kimi, insanların, necə ki bunu alimlər öz kitablarında zikr edirlər. Çox əsəbi olan insanlar davamiyyətli. Yəni, sinələri geniş olmayan insanlar, hər şeyə tez reaksiya verən insanlar, o insanlar günahkar insanlar. Allah qorusun. Bu hal kimdə varsa, özünü müalicə etməlidir. Allaha dönməlidir. Və sonunda barakallahu fikum, bizim ömrümüz ümumiyyətlə azdır. Yəni,
Peygamber sallallahu aleyhi ve sellemin hadisine göre Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki ümmetimden 60 yıl 70 yıl yaşayanlar az bir kısım var ki o yaşı gelip keçecekler. Dedi ki Allah Resulü sallallahu aleyhi ve sellem hadisinde buyurmuştur. Yani ümmetimin ömrü 60-70 yıl arasındadır. Üzümü tuturam o keslere ki artık yaşları 40 olup, artık yaşları 50 olup, artık yaşları 60 olup, vallahi günler gedir, haftalar gedir, aylar gedir, iller gedir. Siz de bunu müşahede edirsiniz. Biz hamımız bu dünyada yaşayırıq. Özde görürük ki ne cürə surətlə gedir. 10 il bundan önce soruşanda hamının yadına gelir. Deyirlər ki sanki dünən idi, subhanallah. Bu 10 il başka bir 10 il gelecek. Allah bize faydalı itaat üzerinde ömür versin. Allah'a itaat üzerinde Allah Teala bizim ömrümüzü uzatsın subhanahu ve teala. Sonra başka bir 10 il gelecek. Sonra başka bir 10 il gelecek. Allah ne kadar yazıbsa. Ona göre bu iller gelir keçir. Vallahi bu günleri, bu ayları, bu haftaları çalışmak lazımdır. Salih emellerle doldurmak. Allah'a yakınlaşmakla, Allah'a dönmekle, elm öğrenmekle, Kur'an okumaqla, salih emellerle, yoksa ki subhanallah günahlarla, günahlar. Allah bizleri affetsin, bağışlasın. Allah'tan dilerim ki Allah subhanahu ve teala eşitliklerimizi bizim için faydalı etsin. Ve Allah Teala bizim günahlarımızı bağışlasın. Bizleri ve bütün Müslümanları güzel şekilde iman ile, ihsan ile Ramazan ayına yetiştirsin. Allah'tan dilerim ki Allah Teala bizleri sözlerimize ve emellerimize ihlaslı olan kullarından etsin. Subhanakallahu ve bihamdik. Eşhedü en la ilahe illa ente estağfiruke ve etûbü ileyk.